Biz əlifbanı sevgi məktubu yazmaq üçün öyrənmişdik. Bunu 3-cü sinifdə oxuyanda anladım. Dəftərimdən qopardığım qoşa vərəqə 2 söz yazmışdım. Sənin adın, mənim adım. Rəsm dərsində ox sancılmış ürək çəkirdik. Bayraq və gerb əvəzinə. Körpə qəlbimiz öz sümük beşiyində yenicə qığıldayırdı onda. Onda hələ öyrənməmişdik rəqəmlərin yalnız əskinası olduğunu. Onda bilmirdik ki, 4 bucaq çəkə bilməyən dostumuz 4 divara düşəcək. Bilmirdik ki, ampermetrdən 5 alan qız cərəyandan öləcək. Bilmirdik ki, ən dəhşətli hiperbola anamızın əllərindəki qırışlar olacaq. Bilmirdik. Hər şey boş çoxluqdur. Bu yaddaş kitabçasında adam öz əllərini unudur. Yaxın otur. Sənə biraz etiraf edəcəm. Yaxın otur əziz müəllimə. Azərbaycan dili dərsində unutmaq feilini şəxsə və kəmiyyətə görə dəyişərdik. Və mən həmişə birinci şəxsin təkində yalan danışardım. Çünki mən unutmamışdım. İngilis dili dərsində başa düşdüm ki, məhəbbətin dili olmur. Acılığın irqi olmadığı kimi. Usaq da parta örtüyümüzü saxlaya bilmədik həyatın çirklənməsini. Biologiya bizdən gizlətmişdi ki, gözlərin 2 funksiyası var. Ağlamaq və danışmaq. Əslində ürəyin dili imiş baxışlar. Onda tarix Turqut Özal deyildi, George Bush deyildi. Onda əkiz güllələr hələ başını aşağı əyməmişdi. Onda əkiz güllələrin başı göyə dəyirdi. Fizika Çin işgəncəsi idi. Bircə ümumdünya cazibə qanunu səni qucaqlayanda başa düşdüm. Newtonun başına alma düşməmişdən öncə sən mənim ürəyimə düşmüşdün. Bu, ilahi cəzb etməkdir. Coğrafiya dərsində bütün yollar sənə gedirdi, bütün çaylar sənə axırdı. Hərdən ayaqlarımı geyinib qaçırdım ekvator boyu. Hara dönürdümsə, kompasımın əqrəbi yenə sənə baxırdı. Qlobusu qucaqlayan paralellər tək səni qucaqlamışdı bu qollar. Onda mən bilmirdim ki, yerin nüvə qatından başqa nüvə silahı da var. Əziz müəllimə, indi həyat dərsindən kəsr imtahanına gəlmişəm. Dəftərimi yoxlayın, davranışıma qiymət verin. İstəyirsiniz valideynimi çağırıb iclasda şikayətlənin. Amma xahiş edirəm, məndən sevməyi soruşmayın. Çünki sevmək yadımdan çıxıb evdə qalıb.